Ay, atan balası. Nədir? Oo, bilmirsən qaçaq nəbini harda görə bilirəm. Sən də adam tapdın da soruşmağa. Ay, sənin heç dünyadan xəbərin yoxdur ki. Qaçaq nəbini deyirəm, elin igid oğlunu. Elin igid oğlu özünə toy elədi, gələn də olmadı. Gel bir otur görüm. Gel bura görüm ha. İsmimi de bilmirəm. Neyinirsən ismini? Sana elə söz deyərdim. Dəymişin dura-dura kalın tökülər. Necə yəni gələn olmadı? Bizim cəmaat onun yolunda canından keçər. Adam var həftələrlə yol gəlir ki, nədir onun üzün görsün. Bu zamanada ondan səxavətli, ondan ədalətli adam var yəni. Ho! 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 Özü də deyir, Koroğlunun nəvəsidir, nəvəsi. Belə qadasın alım onu. Dünyadan bir xəbər qafil insan. Eşitməmisən ki, igid nəbi Koroğludan yamandır. Bəylər xanlar deyir, Allah amandır. Bir də belə rəvayət edirlər ki, qoç Koroğlu bir oturuma qoyunun bir şaqqasını yiyərmiş. Amma bu qadasını aldığı bir göngəni hopmadan ötürür. Göngəni yox, ay dədə. Öküzü. Ay bərəkət, öküzü. Doğrudan? Öküzü ya. Ay. Sen deme, əcdaymış gitsin bu nəbi. Əcdaha dedin qoydun ay pir olmuş. Şirsü də mi baxıb qadasını aldığı? Körpə vaxtı itirirlər bunu. Atası rəhmətli alı kişi axtarır, gedir axırda meşədə tapır bunu. Görür bir nataraz şir, əmizdirir uşağı. İncəvara şir də rəhimli olur, alı kişini görən kimi uşağı qoyub çıxıb gedir. Yox ha? Hələ bu harasıdır? Deyirlər nəbinin 2 ürəyi, 4 böyrəyi var. Neye gülürsen ha? Sen öylesin şallağıyla çekerim küreğin solduran. Sen de hırıldama. Ha? Ho! Ho!